Seanslarda en az 21 günlük proqram götürməlisən deyəndə niyə görə bizim məntiqimiz 21 ay başa düşür və çox uzun və dəhşətli və görəsən bu 21 ayda hansı böyük bir dəyişim olacaq həyatında? Əslində nədir? Bunu izahlı lövhədə edim ki, görəndə insan daha yaxşı başa düşür nəyə ki beynində yaratdığı fantaziya. 21 günlük proqram əslində sənin həyatını dəyişməkdirmi? Tamamilə başqa dəyişdin, başqa bir insan oldun deməkdirmi? Yoxsa nə? 21 gün heç bir ayda etmir. Bir aydan az proqramda insana psixologiya üzrə hər hansı bir problemi dəyişməsən, psixoloqa gedərək bir problemi dəyişmək üçün əslində sən o problemi ilk başladığın gündən nə qədər zaman və içində olmusan, həll etmə bilməmisən, bir problemdən çıxış olmayıb, o qədər zaman sərf etməlisən. Məsələn, uşaqlarda illərlə psixoloji mərkəzlərə gedirlər, bir nəticə ala bilmirlər. Gəlib seansa yazılan kimi 21 günə tamamilə bütün problemlər həll olunacağını düşünür və sonunda görə bir yerə gəlibdir. Biraz deyir ki, istədiyim kimi olmadı, belə elə. Nədir bu əslində? 21 ay deyil bu, 21 gündür. Lövhədə bu sentimi izah edəndən sonra sizə də izah etdim. Bəzi insanlarda izah etmək üçün danışmağa və yazmağa ehtiyac var. Yəni, yazmağa ehtiyacı olan şuuraltını belə izah edim ki, hər kəs aydın olsun. Əslində 21 günə mi yeni bir dövr başlayır? Yoxsa 63 və ya 66 günə? Niyə? Çünki birinci təməl şuuraltı. Iceberg'in görünməyən yeri. Nədir? Bu fundamentdir. Biz ilk öncə bir fundament qoyduq ki, təməl qoyduq. İlk başladıq, 2-3 gün və yaxud da bir həftə çox yaxşı gedir, hər şey super və dayanmaq istəyirik. Yox, olmadı, yox, mən istədiyim kimi görsənmədi, mən istədiyim neysə, psixoloji panik atak, takıntı, OKB, nitq, davranış, istənilən psixoloji problemlə bağlı, yəni ilk yaxşı idi, sonra alınmadı. Niyə? Sonra şuuraltı geriyə deyirdi, bəsdir, öyrəndiyin davranışı geriyə çək, lazım deyildi, bəsdir. Amma əslində bu fundament 14 və 21 gün ərzində yaranır. Sonra sən elə bir boşluğu keçirsən ki, yəni boşluq tamamlanır 21 gündə, sən geri qayıtmayacaq bir davranış əldə edirsən. Yəni 21-ci gündə sən yeni bir davranış, yeni bir geri qayıtmayacaq şuuraltıya yeni bir davranış. Məsələn, sən arıqlamaq istəyirsən, deyirsən ki, 3 gün əla idi hər şey məyim. Məsəl üçün 7 gündən sonra geri qayıtdım, təzədən başqa dietanı edim, başqa bir idmana başlayam, kitab oxuma vərdişinə başlayam, dil öyrənmək, həyatıma yeni bir kurs, neysə də bir. Sən geri qayıtdınsa 21 gündən tez. Bu artıq sənin şuuraltına yeni bir təməl, dama göl olmağı, sən qurutdun o gölü, geri çevirdin suyu. Bax, odur. O təməli keçmək də 21 gün. Sən bir təməl qoymaqdır, nitq, davranış, hər hansı uşaqda bir problem var. Onu dəyişməyimiz üçün ən az 21 gün. Biz 21 günü şuuraltı böldü, 21 aydır. Bunda bir böyük bir dəyişim. Sonra nə olur? Bunu keçdinsə, bu düzənliyi sən keçdinsə, artıq irəli gəlsən, artıq sən birinci addımı atmısan həyatında. Sonra sən bağlandın bu. Bu növbəti 21 gündə sən artıq yeni davranışı avtomatik edirsən. Məsəl üçün, deyirsən ki, kitab oxuyum, çayımı içim, sonra gəlim kitab oxuyum və yaxud da ki, işimi həll edim, nəysə işin arxasınca getmək. Sən çayı içəndən sonra o işin arxasınca o işi etməkdənsə gedirsən başqa işlə məşğul olursan. Bu deməkdir ki, sən 21 günü geri qayıtdın, ilk addıma çatmadın. Məsələn, 21-dən, ikinci 21-dən düşdün aşağı bağlanmaqdan. Birinci addımda da qaldın burada. Sən birinci addımda qaldın və buradan o tərəfə getmək istəmirsən. Növbəti 21 gün səni artıq yakır, artıq bağlantıdan irəli aşağı yox və burada qalmaq yox. Niyə burada qalırsan? Çünki oradan üstünlüyünü gedə bilmirsən. Üstün yer bir səviyyəyə çata bilmirsən. Elə orada da qalır. Növbəti artıq 63 gündə və yaxud da bəzən də 3 gündə əlavə. Yəni bəzən insanlarda biraz öyrənmə bağlığı kodu tezdirsə, tez yaranması varsa, tez də olur.
Mesela həmin insan artıq onu avtopilota keçirir. Yəni artıq sən edirsən, düşünmürsən. Yəni gedim edim demirsən, artıq etmisən, edirsən. Bax bu 63 gün arasında yaranır yeni neyronlar, yeni düzen. Və sən nə qədər bu da sənə bəs etməsə, yeni bir vərdiş, yeni bir davranış və sən üzərində işləyərək gəlirsən. Niyə bu yerində dayanır? Çünki sənin şuur altından kodlarını yeni bir davranış formalaşdırmaq üçün psixoloq bütün detalları, bütün necə ki hər hansı bir konstruktorla, hər hansı bir işlə bir evi remont edirsəni, sökməlisən də, düzdürmü? O sökmək təməldir. Sökürsən sonra polunu, hər şeyini sökəndən sonra, məsələn, evi remont eləmək üçün hər şeyi sökürük ki, qəşəng olsun. Sən yarı söküb üstündən vursan, o cırılacaq, o xarab olacaq, sonra bir neçə aydan yenidən təmir edəcəksən. Bax ona bənzəyir şuur altı. Sən onu tamamilə sökəndə və sən tamamilə yeni bir davranış, yeni bir həyata keçmək istəyirsən. Ən azı 21-dən başlayıb normalı hər hansı bir davranışdan, yeni bir şeydən, tamamilə köklü sürətdə deyil bu şuur altıda. Ona görə insanın hər hansı bir problemi dəyişməsi üçün illəri lazımdır ki, ona bağlı olan zəncirlər, bağlar yeni bir davranışa keçirilsin. Ona görə çalışın bunu düzgün anlayın artıq. Ümid edirəm, hər kəsə aydın oldu. 21 günlük və yaxud da 63 günlük deyəndə nə olur? Biz elə düşünürük ki, 21 gündə həyat dəyişdi. Mənim, məsələn, uşağı olmayan insanlar var da, düzdürmü? Hər hansı o insan seansdan sonra niyə uşağı olur? Və yaxud da ki, niyə təhsillə bağlı uşaqda yeni bir addımlar başlayır, öyrənmək istəmədiyi bir şey artıq sevir. Hər hansı bir, məsələn, bacarığın arxasınca getməkdə depressiyadadır, onu dəyişmək istəmir, özünə qapanıqdır, depressiyadan çıxmaq istəmir. Birinci biz detalları alırıq, nədir onu o vəziyyətə salan. Əgər bir problemdirsə tez həll olunur. Əgər milyon problem və bu bastırılıbsa şuur altıda, biz gözləyirik ki, tez bir zamanda, məsəl üçün, uşağın qorxuları, düzdür. Biz qorxan kimi gətirmirik də onu seansa. Onu artıq pik həddə, gecə yata bilməyəcək halda gətiririk. Artıq heç kimlə ünsiyyət qurmayacağı halda, ana ilə, ata ilə ünsiyyət qurmayacağı, özünə qapanan oyunlara, agresiv oyunlara və yaxud da ki, məktəbdəki davranışlara, davranış problemi, istənilən problem. Biz birinci detalları ayırırıq. Bir detalları təmizləyirik. Məsələn, maşın detalları düşünün də, o xarab olubdur. Məsələn, korobkanı yığmaq üçün detalı birinci, yəni təmizləyirlər. Yenidən lazım olanı sökürlər, lazım olmayan detalları əlavə edirlər. Bax, beyin də belədir. Gördüyümüz iş belədir ki, şuur altıdan yeni davranış istəyiriksə, ən azı ilk addım 21 gündür. İkinci təməl 21 gün, ikinci addım, birinci addım, ikinci ay, növbəti bir 21-ci seans. Bu bir addımı formalaşdırdı əslində. Yəni, məsəl üçün, demək ki, nitq ləngiməsi davranış, deyək ki, autizmli uşaqlarda bu proqram necə təsir edir? Məsələn, birinci uşağın özünə qapanması, danışmaq istəməməsi, zorla olan davranışların detalları təmizlənir. Ağlamaq problemi, tək qalmaq problemi, ünsiyyət və ona təsir edən negativ problemlər var ki, negativ enerjilər var ki, onlar birinci təməldə təmizlənir. Sonraki etapda yeni proqram yüklənir. Sonraki üçüncü ayda isə bu proses tamamlanır, ümumi bir proses tamamlanır, ortada bir şey olur. Yox, biz düşünürük ki, 21 kurs başqa cür olmalı. Uşaq, danışmayan uşaq birdən-birə danışmalıydı. Yerində oturmayan uşaq, yəni bəli, birinci təməldə olur. Biz həm istəyirik ki, danışsın, həm davranış problemi düzəlsin, həm özünə ünsiyyət problemi düzəlsin. Hər şeydə birdən-birə yəni düzəlsin. Bu proses 3 ay ərzində nə qədər toxunaraqsa, nə qədər yol gedərsə, o qədər yaranır. Buna insan məqsədi lazımdır, davamlılığı lazımdır, məsuliyyəti lazımdır, ən əsası da güvəni lazımdır. Əgər bu güvən varsa, bu iş çox yaxşı, olduğundan daha yaxşı gedir. Yox, əgər güvən yoxdursa, nağıl danışıramsa mən burada, ümumiyyətlə buna qulaq asmamalıydınız. Əgər güvən, inam varsa və həyatımızdakı bütün işlərdə bu cür olur, hansı işdə işləməyindən asılı olmayaraq, həyatını xatırla, təməldən hansı sənətin sahibisənsə, nə işlə məşğulsansa, onun təməli var.
təməlindən sonra sən birdən-birə olmadın ki, hər hansı bir işin mütəxəssisi. Zamanla, məkanla, öyrənərək bunu başa vurdum.